uşaqlar. Salam. Əyləşin. Bugünkü tarix dərsində sizə esse yazmaq tapşırmışdım. Kim oxumaq istəyir? Babayeva, buyur. Esse. Vətən qarşısında borcunu nədə görürəm? Mən vətən qarşısında borcunu savadlı gənc olmaqda, vətənimi xaricdə təmsil etməkdə görürəm. Bu çox gözəl arzudur. Gələcəkdə vətənimizi xarici ölkələrdə təmsil etmək hər bir gəncin borcudur. Əyləş. Orada buyur. Mən vətən qarşısındakı borcunu sizə kimi müəllim olaraq şagirdlərimə yaxşı təhsil vermək və onlara vətəni sevdirmək istəyirəm. Müəllim olmaq böyük məsuliyyət daşıyır. İnşallah siz də gələcəkdə gözəl bir müəllim olub və gələcək nəsillərə örnek olacaqsınız. Əyləş. Rəhimov, buyur. Mən gələcəkdə mühəndis olmağı düşünürəm. Düşünürəm ki, yeni binalar, yeni layihələr quracağam. Yaxşı arzudur. Sizin sayənizdə ölkəmizin layihələri daha çox genişlənəcək. Əyləş. Kazımov, bəs sən? Müəllim, mən yaza bilməmişəm. Niyə? Mən vətən qarşısında olan borcumu şəhidlərimizin qisasını düşməndən azad etməkdə, torpaqlarımızı düşməndən azad etməkdə görürəm. Buna görə yaza bilməmişəm. Uşaqlar, vətəni sevmək, onun qarşısında olan borcunu, vəzifəni dərk etmək üçün gərək əvvəlcə onun keçmişini, bugününü dərindən bilsən. Keçmişinə, tarixinə, adət-ənənələrinə, milli mənəviyyatına yönəlsən. Hər bir şəxsin bir amalı, bir məramı olmalıdır. Vətən sevgisi. Vətən qarşısında öz borcunu dərk etmək. Bu ana laylasıdır. Həzin musiqimizlə qanımıza, canımıza oxumuşdur. Kazımov, səndən heç gözləməzdir. Bu yazmamaq üçün bir bahanədir. Hələlik sağ olun uşaqlar. Sağ olun. Kazımov, Ha, telefon gətir də. imkan ver də məmnun ol. İmkan ver, bilirəm də dedin yaxşı ki telefonum var. İmkan ver bir dənə evlə danışım da. Bir dənə evə video çəkim. Şəhid olub eləsəm xatirə bir video qalsın da. Mama, papa, salamlayıram hər ikinizi. Necəsiz? Məndən narahat olmayın. Hər şey qaydasındadır. Top kimiyəm, maşallah olsun. Mülküdəkindən də yaxşı baxıram özümə. Saç saqqal indi qarışıb bir-birinə, amma oğlumuz top kimi yanıb vətənin keşiyində. Öpürəm hər ikinizi, özünüzə yaxşı baxın. Vallahi məndən narahat olmayın, ana, ata. Hər şey qaydasındadır, vallahi deyirəm, hər şey qaydasındadır. Ana, ata. Bu gün mənim üçün, həm də sizlər üçün, həm sevinci, həm də kədərli gündür. Yadımızdadır. Tarix dərsindən 2 almışdım, məni döyürdünüz ki, gündəliyində sənə 2 olmamalıdır. Amma o döyülməyə bugün haqqını verdim, ata, ana. Sevinç müəllimə deyərsiniz ki, gündəliyində 2 yazdığın oğlum bugün tarixə adını yazdı. Əşhədü İlahe illallah, əşhədü. Kazımov, həyatla vidalaşarkən mənə ünvanladığın son sözlərini valideynlərindən eşitdim. Düzdür sən, qurban verdiyin canın, ağıtdığın qanını ilə haqqını ödədin. Həmin gün tapşırığı yaza bilməsən də, sən yerdə son sözünü dedin. Adını tarixə əbədi yazdın. Vətən uğrunda can fəda edənlərin qarşısında baş əyirər. Vətən uğrunda canlı fəda edənlər daim bizim qəlbimizdə yaşayacaqdır.